Salam değerli tələbələr, şagirdlər və videoya baxan hər kəs. Bugün şəkil izahına baxacağıq və ilk şəklimizə baxaq necə izah olunur. Şəkil baxırsınız 3 şəkil verir. 9-cu siniflərə aiddir bu, 9 illiklərə. Görürsünüz 3 ardıcıl şəkil verilir. Birinci şəkil, ikinci və sonra üçüncü şəkil. Şəkildə meyarlar olaraq ardıcıllığa diqqət eləməlisiniz. Yəni, əsas meyarlardan biri budur ki, A meyarında ardıcıllıq olmalıdır. A, B meyarları əsasdır və digər B meyarında da belə deyim, mövzuya uyğun olmalıdır. Yəni, gördüyünüz şəkili düzgün təsvir etməlisiniz və ardıcıllığı qorumalısınız. Və daha sonra bunları elədiksə, sonraki C meyarı deyək, minimum 35 söz olmalıdır və daha sonra isə mümkün qədər bağlayıcılardan istifadə edin cümlə quranda və qrammatik səhvləri də eləməmək lazım müəyyən qədər ki, tam bal ala biləsiniz. Maksimum bal da 5 baldır. İndi şəklə necə başlayaq? Görürsünüz, birinci şəkil var. Birinci şəkildə biz bir qız görürük, məktəbli görürük və o dərsə gecikir və burada da görürsünüz ki, dərs gedir. Hər hansı bir dərs gedir. Sonra o sinif otağının qarşısında qaçıb çatmaq istəyir və ya koridorda qaçır və birdən yıxılır. Sonra müəllim bunu görür, çölə çıxır və soruşur və ya görür ki, ağlayır və zədələnib, dizini zədələyir və onu aparır həkimə, həkim də onu sağaldır. Görürsünüz, ardıcıllıq qorundu, yəni Azərbaycan dilində. Bunu bu şəkildə düşündük, təsvir etdik. İndi hər şəkilə uyğun feilləri birinci yazsanız daha yaxşı ola bilər. Çünki cümlənin açarı feillərdədir. Yəni feili bildirsə rahat yaza biləcəksiniz. Cümlə strukturunda bilirsiniz yəqin ki, çünki mübtəda birinci gəlir, kimlə sualına cavab verən, xəbər, tamamlıq, sonra da zərflik. Mübtəda dediyimiz kim, nə sualına cavab verən söz olacaq. Sonra xəbər, feili yazmalısınız, nə etmək. Daha sonra tamamlıq, nəyi, nəyə, kimi, kimə. Sonra da zərflik, harada və ya nə zaman. Bunları. Bu cümlə strukturuna riayət eləməlisiniz yazanda, buna diqqət eləməlisiniz. Bax buna. İndi birinci cümlə görürsünüz, qız nə edir? Gecikir. Gecikmək nədir? To be late for. Gecikmək. Sonra nə edir? Ya dərsi qaçırır, ya niyə gecikir? Avtobusu deyək ki, qaçırdığına görə. Sonra nə edir? Qaçır. Run indiki zamanda. Siz amma çalışıb bunu keçmiş zamanda verməlisiniz. Run ikinci forması. Sonra ikinci şəkildə görürsünüz, bu ikinci şəkildə artıq birinci şəkildə dedik. Feillər nə ola bilər? Qız yıxılır. Yıxılmaq nədir? Fall. Keçmiş zamanda nədir? Fell. Daha sonra nə edir? Müəllim çölə çıxır. Çölə çıxmaq nədir? Got out of. Get. İndiki zamanda got. Sonra görür. Nəyi görür? Onun dizini zədələdiyini hurt. Üçüncüdə isə onu xəstəxanaya aparır ya da götürür. Took. Həkim sağaldır, heal ya da cure. Sonra da sonda o artıq yaxşılaşır, görürsünüz gülür, artıq daha da məmnundur. Biz bunun feillərini bildiksə, yəni hər cümlədə işlədəcəyimiz feili daha rahat təsvir edə bilərik. Başlayaq. One day, qıza da, yəni personajlara ad verə bilərsiniz. Məsələn, o qıza ad verə bilərik. Deyək ki, Sarah deyək. Sarah was late for the lesson. Dərsə gecikirdi. As, görürsünüz, bağlayıcılardan istifadə edirəm. Ya da because. As, because çünki deməkdir hər ikisi. She missed the bus. Avtobusu qaçırdı. Görürsünüz, bu struktura uyğundur. Mübtəda gəlir. She, sonra xəbərimiz gəldi. Missed, qaçırmaq ya da buraxmaq. Missin iki mənası var, bir də darıxmaq mənası var. Burada qaçırmaq, yəni çata bilməmək. Sonra da tamamlığımız gəldi. Yəni zərf yoxdur artıq. Avtobusu qaçırdığına görə dərsə gecikirdi. Sonra qaçdı.
Nə edirdi? She ran. She ran qaçdı to read the lesson in time. Vaxtında dərsə çatmaq üçün qaçdı. But ancaq nə etdi? Sonra yıxılır. Fell. Fell down. Yıxılır. Sonra nə edir? Müəllim çölə çıxır. Her teacher. Görürsünüz burada. Çölə çıxmaq nə? Get. Keçmiş zamanda got. Out of ya da come out of da deyə bilərsiniz. Keçmiş zamanda came. Out of the room. Dəqiqə. Got out of the room and she saw Sarah. Nə olduğunu gördü Sara'nın? Yıxılıb, daha doğrusu dizinin zədələndiyini gördü. So Sarah uzada bilərik biraz. Fell and hurt her knee. Then daha sonra she, yəni onun müəllimi o, took Sarah hara aparır? Xəstəxanaya aparır ya da həkim aparır. Took Sarah to hospital. And və the doctor, həkim healed, sağaldır onu, healed her. Finally, nəhayət, bunu yuxarıdan yazıram, virgül qoyuruq. Sarah got well ya da yaxşılaşdı, sağaldı, got well. Now, indi she was much better, daha yaxşı idi və ya she smiled, she was happy və s. axır deyə bilərsiniz. Belə, gördüyünüz kimi uşaqlar, nəyə diqqət edirik? Bacardığınız qədər hər cümləyə uyğun feilləri düşünün ya bir kənara qısa balaca yazın. Hansı feillərdən istifadə edirsiniz və keçmiş zamanda yazırsınız. Miss, to be-nin keçmişi nədir? Was, were, qaçmaq, ran. Birinci şəkli bu şəkildə elədik. Bir gün Sara gecikirdi. Was late for the lesson. Dərsə gecikirdi. Çünki bağlayıcıdan da istifadə edir. She missed the bus. Avtobusu qaçırmış, çata bilmədi. Və qaçdı turist dərsə çatmaq üçün. But she fell down. Burada uzada bilərik. In front of her class. Yəni öz sinifinin qarşısında yıxılır. Her teacher got out of the room, yəni çölə çıxır və onun yıxıldığını və dizini zədələndiyini görür. Bu da ikinci şəklimiz idi. Görürsünüz, yıxılmaq, çölə çıxmaq, görmək və də zədələmək. Daha sonra nə edir? Görürsünüz, onu həkimə aparıbdı artıq. Vəziyyəti yaxşı deyildi. She took Sarah to hospital. Onu xəstəxanaya aparır. And the doctor healed her. Onu sağaldır və nəhayət də o görürsünüz gülümsüyür və Sara daha da yaxşı olur. Belə, yəni bu şəkildə dediyimiz strukturda birinci cümləni qurmağı yaxşı bilirsiniz və eyni zamanda həmin o şəkilləri ardıcıl təsvir edib və hansı feillər olacaq ona diqqət edirsiniz. Bir neçə şəkli bu şəkildə işləsəz və feilləri və sözləri eyni zamanda yaxşı öyrənsəz, ümid edirəm ki, yəni çətin deyil, rahatdır. Hər birinizə uğurlar.